Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə vlog halında video paylaşmaq istədim. Qısa bir vlog çəkmək istədim. Qonaqlarım gəlir, necə hazırlaşıram. Əvvəlcə marketə gedib, üzümə lazım olan ərzaqları götürüb evə qayıdıram. Birinci başlayıram şirniyyatı hazırlamağa. Birinci götürürəm şirniyyatı, çünki şirniyyat hazır olandan sonra özünü tutana kimi digər xörəkləri bişirə bilirəm. Burada biskviti hazırlayıb bişirirəm. Bişənə kimi isə keçirəm toyuğun ətini hazırlamağa. Toyuğun dərisini soyub, yaxşıca yuyub təmizlədikdən sonra marina eləyirəm. Duz, istiot, tomat əlavə eləyib, qarışdırıb bir yarım saat qədər gözlədirəm. Toyuq özünü tutana kimi isə biskvitimiz hazırdır. Soymasını gözləyirəm. Keçirəm balığı. Yaxşıca təmizləyib, yuyub, duz atıram. 1-10 dəqiqə qədər gözləyirəm ki, duzunu üzünə çəksin. Sonra isə keçirəm üzrə şirniyyatı hazırlamağa. Krem olaraq mən krem şantidən istifadə eləmişdim. Banan, damla şokoladı, quzu əlavə eləyib qarışdırıram yaxşıca. Biskvitin içini çıxardıb, onu əlavə eləyirəm ora. Üzərinə isə biz çıxartdığım biskvitin içliyini ovxalayıb üstünə atıram. Qeyd edim ki, mən bu şirniyyatı çox sevirəm. Küstəpək tortudur bu. Keçirəm biber salatını hazırlamağa. Biber salatını artıq hazırlamışam. Sonra isə keçirəm belə qalyan altını hazırlamağa. Buna isə toyuğun filə etini, zirinc, kük, duz, istiot əlavə eləyib hazırlamışdım əvvəlcədən. İki tərəfini yaxşıca yağda qızardıram. Bu formada servis eləyirəm stola. Sonra isə keçirəm balığı qızartmağa. Ən axırda da isə toyuq və kartofu dahovkaya atıb bişirirəm. Sonra isə keçirəm stolu hazırlamağa. Burada stolu hazırlamışam. Qonaqlarım gəlib. Bu formada oldu stolum. Bu dəfə xoşunuza gəldiysə like eləyin, bəyənin, zəhmət olmasa. Hələlik sağ olun. Bugünlük bu qədər.